Salam, mən Fəhmi Qurbanov. Astara rayonu Kicəbə qəsəbəsində yerləşən Agah tədris kurslarının təsisçisi və direktoruyam. Bugün 19 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin ötən illərin məzunları üçün təşkil etdiyi buraxılış imtahanında iştirak edəcəyəm. Artıq 15 ildir ki, həm Azərbaycan dili, həm də ingilis dili fənləri üzrə repetitorluq fəaliyyətlə məşğulam. Bir müəllim kimi hər zaman şagirdlərimə yüksək bal toplamaq üçün tövsiyələr verirəm, amma düşünürəm ki, elə özüm imtahanda iştirak eləsəm, həmin ab-havanı daha dəqiq növbəti illər üçün şagirdlərimə çatdıraram. Az sonra imtahana yollanacağam. Lənkəran şəhərində 4 saylı məktəbdə imtahan baş tutacaq. İmtahandan çıxar-çıxmaz Azərbaycan dili, ingilis dili fənləri üzrə ehtimal edirəm ki, bütün düzgün cavabları paylaşacağam. Həmçinin imtahan təəssüratlarım barədə sizə məlumat verəcəyəm. Birinci və ikinci zona imtahanlarından gördüm ki, Dövlət İmtahan Mərkəzi bu il üçün ədalətsiz imtahan təşkil edib. Sualların aşırı çətin olduğunu deməyəcəyəm, amma vaxt bölgüsü mövcud sualları tam dolğun cavablandırmaq üçün kifayət deyil məncə. Uğur qazanmaq üçün məncə həm istedadlı olmalıdır şagird, həm də çox çalışmalıdır. Məncə çox çalışan şagirdlər çoxdur, amma yüksək nəticə üçün istedad burada mütləq mühüm faktorlardan biridir. Necə deyərlər, təqibdə qalın. Bir neçə saat sonra növbəti video paylaşacağım. Hamıya uğurlar, mənə də uğurlar.